Bir müddət əvvəl hicab bağlayan Xuraman Şuşalının eksklüziv şəkilləri şou məkanda. Gitaraçı Rəmiş niyə Fəxri adından utanır? Şou biznesdə yeni qalmaqal alovlanır. Teymur Əmrah və Yalçın Rızazadə bir-birlərinin ünvanına nələr dedilər? Müğənni Ayan nədən qorxur? İradə İbrahimova həyat yoldaşından hansı hədiyyəni aldı? Rəqsanə niyə çıxılmaz vəziyyətə düşdü? Almaz Ələskərli özünə nə hədiyyə elədi? Tünzalə Ağayevanın həmkarlarından qorxmasına səbəb nədir? Səməd Səmədovu hansı sözü dediyinə peşman elədilər? Məleykə Əsədova düşmənlərinə meydan oxudu. Elariz Məmmədoğlu kimə sevgi etirafı elədi? Günay İbrahimli nişanlandı mı? Klanaplan qrupu dünyasını dəyişmiş, keçmiş üzvlərinə anım gecəsi keçirdi. Bu həftə şou məkan qonaqlı qaralı oldu. Röya və Rəhim cütlüyünün növbəti konserti baş tutdu. Konsert günü Röya niyə həyat yoldaşının qəlbini qırdı? Xarici şou arenalarda yaşananlar